Salam uşaqlar. Deməli, bugün qıcıkimlər və qıcıların çoxalması mövzusunu izah edəcəm. Qıcıkimlər ümumiyyətcə ali sporlu bitkilərə aiddir. Əvvəlki dərslərimizdə mamırlar haqqında məlumatınız oldu. İndi də digər bir ali sporlu bitki qıcılar haqqında məlumatınız olacaq. Ümumiyyətcə, qıcıkimi dedikdə nəzərinizdə saxlayın ki, qatır quyruğu, planlar və bir də qıcılar. Bunlar nəzərdə tutulur. Bunlar hamısı qıcıkimlərə aiddir. Burada qədim rəvayətə görə qıcı ildə bir dəfə çiçək açır. İnsanlar meşələri gəzərkən çiçəkləyən qıcı axtarırdılar. İnanırdılar ki, onun çiçəyini görən xəzinə tapıb dövlətli və xoşbəxt olacaq. Bu ona görə rəvayət adlanır ki, qıcı heç vaxt çiçək açmır. Bunu yadınızda saxlayın məlumat kimi. Deməli, burada erkək qıcının şəklini görürsünüz. Yeni əmələ gəlmiş yarpaqları, inkişaf etmiş yarpaqları və kökümsovunu görürsünüz. Yadınızda saxlayın. Qıcıda artıq nələr vardır? Kökləri vardır. Əlavə və yan kökləri vardır kökümsovun üzərində. Yəni, yeraltı qısa gövdəsi kökümsov adlanır. Bu kökümsov kök deyil də, yəni şəkil dəyişmələrdən bilirsiniz ki, kökümsov gövdənin şəkil dəyişməsidir. Torpağın altındadır. Torpağın üstündə olan hissə isə, bizim gördüyümüz hissə isə yarpaqdır. Biz onun əslində yarpağını görürük, yəni gövdəsi deyildir o. Budaqlamış gördüyümüz kimi yarpağa malikdir. Erkək qıcı uc hissədən böyüyür. Yadınızda saxlayın. Erkək qıcı uc hissədən böyüyür. Yəni, əgər bir qıcının böyüməsini dayandırmaq istəyirsinizsə, yəni törədici toxumu uc hissəsindədir. Onun uc hissəsini kəsməklə həmin qıcının böyüməsini dayandırmaq olar. Ümumiyyətcə, qıcılar Paleozoy erasının Silur dövründə əmələ gəlmişdir. Söhbət hansı qıcıdan gedir? Planlardan gedir. Qıcıkimlər, yəni Paleozoy erasının Silur dövründə planlar. Devon dövründə isə qatır quyruqlar və qıcıların əsl qıcıların özləri əmələ gəlmişdir. Yəni Paleozoy erasının Silur dövründə planlar əmələ gəlib, Devon dövründə isə qatır quyruğu və qıcılar əmələ gəlmişdir. Dediyimiz kimi burada erkək qıcı haqqında danışırdıq. Erkək qıcı özü digər adı ay döşəyi adlanır. Gördüyümüz kimi kökümsov gövdədir. Üzərində əlavə və yan kökləri vardır, yarpağı vardır. Yəni üçü də var, kök də, gövdə də, yarpaq da qıcılarda var. Amma biz mamırlarda ancaq gövdə və yarpaq dedik. Mamırlarda kök yoxdur. Halbuki qıcılarda artıq kök yaranmış oldu. Əlamətlərinə gəldikdə dediyimiz kimi gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də oldu. Çoxalması sporlar vasitəsilədir. Mayalanma prosesi mamırlardakı kimi suyun iştirakı ilə baş verir. Müxtəlifliyinə gəldikdə qıcılardır, qatır quyruqlardır, planlardır. Bunlar hamısı qıcıkimlərə aid oldu. Əsasən rütubətli kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir və əksəriyyətinin gövdəsi ot şəklindədir. Lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağac şəkili formalarda təsadüf edilir. Yəni, qıcı ancaq ot kimi deyil, ağac formasında da nümayəndələri vardır və qıcıkimlər arasında lianlara da rast gəlinir. Bu da testlərə düşür. Burada çox diqqətli olun. Necə forması vardır, necə formaları vardır, hansı nümayəndələri vardır. Deməli, ot şəkili də var, ağac şəkili də var, lian formada olanlar da var. Bədən ölçülərinə gəldikdə isə bir neçə millimetrdən bir neçə metrə qədər olur bunların bədən ölçüləri. Geniş yayılmış nümayəndəsi olan erkək qıcı çoxillik bitkidir. Və bunların yerüstü gövdəsi olmur. Yəni, torpağın üstündə gördüyümüz hissə, bax bu hissə gövdə deyildir. Bir dəqiqə gözləyin. Bax, bu hissə, bu təsəvvür edək ki, aşağı hissə belə torpaqdır. Bu kökümsov hissə torpağın altındadır. Yəni, torpağın altında olan hissə onun gövdəsidir. Həmin gövdənin üzərindəkilər də əlavə və yan köklərdir. Bu hissə isə artıq torpaqdan yuxarı olan hissə isə onun yarpaqlardır. Yəni, bu yarpaqlardır. Ona görə də yeraltı gövdəsi olmur, daha doğrusu yerüstü gövdəsi olmur, yeraltı gövdəsi də kökümsov adlandırılır. Aha. Deməli, bu kökümsovlardan da əlavə köklər, yan köklər çıxır və yerüstü yarpaqlar çıxır. Erkək qıcının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyürlər. Fotosintez prosesini həyata keçirirlər. Üzvü maddələrin bir qismini də kökümsovda ehtiyat halında toplayırlar. Yəni, buradakı yarpaqları fotosintez prosesini həyata keçirir, üzvü maddələr yaradır və bu üzvü maddələr də həmin bu kökümsovda toplanmış olur. Çoxalmasına gəldikdə, qıcıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə növbələşir.
Bu sözlərə də diqqət yetirin. Ola bilər ki, məsələn, bura fikir vermirsiniz. Qeyri-cinsi nəsillə cinsi nəslin növbələşməsi və ya cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi. Bunlar eyni şey deyil. Birinci hansı gəlirsə, deməli yetkin bitki oymuş. Burada deyir məsələn, qeyri-cinsi nəsillə cinsi nəsil növbələşir. Amma mamırlarda deyirdi ki, cinsi nəsillə qeyri-cinsi nəsil. Yəni sözləri yerini dəyişir. Bunun əhəmiyyəti böyükdür. Ona görə də oxuyanda mütləq diqqət yetirməlisiniz. Yəni qeyri-cinsi nəsillə cinsi nəsil növbələşməsi o deməkdir ki, qıcının yetkin fərdi qeyri-cinsidir. Birinci qeyri-cinsidən başlayır. Niyə qeyri-cinsidir? Çünki üzərində cinsiyyət hüceyrələri yox da sporlar, sporangilər yaranırsa qeyri-cinsidir. Cinsi biz nəyə deyirik? Yəni üzərində cinsiyyət hüceyrəsi yaransın, amma qıcıda yaranmır. Ona görə yetkin qıcıda yaranmır. Yəni ona görə də qeyri-cinsi nəsil cinsi nəsillə növbələşir. Deməli, çoxalma prosesi necə baş verir? Bu sxemə diqqətlə baxaq. Yetkin bitkini görürük burada. Mən sizə mamırları keçəndə bir nüansda demişdim ki, qıcları keçəndə onu sizə daha yaxşı başa salacağam. Hansı nəsil üstünlük təşkil edir söhbəti. Bu deməli hissəni deyəndən sonra, çoxalmasını deyəndən sonra onu da yenidən vurğulayacağam. Deməli yetkin bitkini görürsüz. Yetkin bitkidə yarpaqların altında bozuntu rəngdə sporangilər yerləşir. O sporangilərin içərisində sporlar olur, sporlar yaranır. Və sporlar haploid xromosom dəstinə malikdir. Yəni yadınızda saxlayın, yosunlardır, mamırlardır, qıcılardır. Sporlar meyoz bölünmə ilə yaranır. Bunu mən əvvəl də demişdim. Yəni normalda biz deyirik ki, meyoz bölünmə ilə cinsiyyət hüceyrələri yaranar, amma bunlarda yosun, mamır, qıcıda istisnadır ki, bunlarda meyoz bölünmə ilə cinsiyyət hüceyrələri yox da sporlar yaranır. Ona görə də bu sporanginin özü diploid olsa da sporanginin içərisində meyoz bölünmə getdiyinə görə ondan əmələ gələn sporlar haploid olacaqdır. Çünki meyoz bölünmə azalmanı təmin edən bölünmədir. Ona görə haploid olacaqdır. Sonra deməli bu sporangilər gəlir, düşür, yetişir, yəni içərisində sporlar ayrılır və yetişir. Bu sporlardan ilk cücərti əmələ gəlir. Yəni sporlar dedik ki, N haploiddir. Deməli ilk cücərti N-dir və ilk cücərti protaldır. Yadınızda saxlayın. Biz dedik ki, mamırların ilk cücərtisi protonema adlanırdı. Onlar da protonemada şəkilli yosunlara oxşadığına görə əcdadı ola bilər deyirdik. Protal özü də lövhə şəkilli yosunlara oxşadığına görə, lövhəyə oxşuyur da, lövhə şəkilli yosuna oxşadığına görə bunların da əcdadının yosunlar olduğunu deyə bilərik. Və protal özü də haploiddir. Protalın üzərində artıq burada cinsi nəsil başlayır. Niyə? Çünki bunun qıcının ilk cücərtisi protal və bir də bunu da yadınızda saxlayın ki, qıcının talomu deyilsə, talom onun ilk cücərtisi, yəni protalı nəzərdə tutulur. Söhbət protaldan gedir, özünüzü çaşdırmayın. Qıcının ilk cücərtisi talomu protaldır. Protalın üzərində erkək və dişi cinsiyyət hüceyrələri yaranır və burada aşağı hissədə göstərilən sap şəkilli hissələr də rizoidlərdir. Rizoidlər vasitəsilə torpağa birləşmiş olur. Deməli, cinsi hüceyrələr yarandı, dişi cinsi orqan arxegoni oldu, erkəkdə anteridi oldu. Bunlar birləşir, mayalama prosesi gedir. Mayalanma gedəndən sonra zigot yaranır. Yəni, zaten bu da N-dir, bu da N-dir. Mayalama gedəndən sonra zigot zaten 2N olacaq, N-lə N-in birləşməsindən. Sonra protalın üzərində ruşeimli protal, yəni ruşeim əmələ gəlir. Həmin ruşeim protalın hesabına qidalanır. Sonra bu protal tədricən yox olur və həmin ruşeim belə də inkişaf edərək yetkin bitkiyə çevrilmiş olur. Və artıq burada 2N-dir. Fikir verin, burada düzdür. Protal N ola bilər. Amma artıq onun üzərində ruşeim varsa, bu hissə isə 2N-dir və bu 2N olandan da yetkin bitki inkişaf edir və bu yetkin bitkinin özü də 2N-dən inkişaf elədiyinə görə təbii ki də bu da 2N olacaqdır və eyni bu şəkildə yenidən proses davam etdirilir. Və əgər sizə sual olunsa ki, qıcılarda cinsi nəsilmi üstünlük təşkil eləyir, qeyri-cinsi nəsilmi üstünlük təşkil eləyir. Mamırlarda da dedim ki, əgər yetkin bitki, yetkin hansıdır, yəni böyük bitki budur da, əsas bitki budur, söhbət bundan gedir, ana bitki budur. Nədirsə, cinsidirsə, cinsi nəsil üstünlük təşkil edəcək, qeyri-cinsidirsə, qeyri-cinsi nəsil üstünlük təşkil edəcək.
Məsələn, mamırlarda biz dedik ki, yetkin bitki nə idi? Üstündə cinsiyyət hüceyrələri yaranırdısa, cinsi nəsil idi. Amma qıcılarda isə yetkin bitki üzərində cinsiyyət hüceyrələri yox da, sporangilər, sporlar yarandığına görə qeyri-cinsi. Deməli, mamırlarda yetkin bitki cinsi olduğuna görə cinsi nəsil üstünlük təşkil edəcək. Qıcılarda isə yetkin bitki qeyri-cinsi olduğuna görə qıcılarda qeyri-cinsi nəsil üstünlük təşkil edəcəkdir. Sonra deməli protala gəldikdə dedik ki, sərbəst halda yaşadı, torpağa rizoidlər vasitəsilə yapışdı, spermatozoid yumurta hüceyrə inkişaf etdi onların üzərində, spermatozoidlər qamçıların köməyi ilə hərəkət etdi, sonra yumurta hüceyrə ilə birləşdi. Deməli, ziqotdan inkişaf edən yeni cücərtidə özü fotosintez edənə qədər protal hesabına qidalanır, müəyyən dövrdən sonra da yetkin bitki inkişaf edir, protal da məhv olur. Qatırquyruqlar və planlara gəldikdə, qıcıkimlərin əhəmiyyətinə gəldikdə, deməli, sporlu bitkilərin digər nümayəndələri qatırquyruq və planlardır. Onların sporlarından və yarpaqlarından dəri yanıqları zamanı böyrək xəstəliklərinin müalicəsində istifadə edilir. Bu hissəni mütləq oxuyun, həmçinin tapşırıqlara da baxın, çünki situasiya mövzusu kimi düşə bilər, ona görə də diqqətli olmalısınız. Və bunu deyim ki, qatırquyruqlarda indi keçək bir dəqiqə. Deməli, qatırquyruqlar çoxillik ot bitkiləridir. Burada çöl qatırquyruğunun şəklini görürsünüz. Bir qonur yaz zoğu verilib, bir də yaşıl yay zoğu verilib. Bunlar ayrı-ayrılıqda verilib kitabda, düzdür. Amma bu əslində bir dənə bitkidir. Sadəcə təbii ki də bir dənə bitkinin üzərində hər iki formanı göstərmək mümkün olmadığına görə ayrı-ayrılıqda qoyublar. Əslində yəni bunların kökümsöv hissələri eyni şeydir. Sadəcə biri yazda yaranır, biri də yayda yaranır, amma eynidir. Kökümsöv bu hissələr əslində eynidir bunlarda. Eyni bir bitkidir. Sadəcə iki yerə ayırıblar ki, hissələrini daha yaxşı göstərə bilsinlər. Deməli, iki dənə bunlarda zoğ oldu. Yaz zoğu, yay zoğu. Bunların yaz zoğları qonur rənglidir. Yay zoğları isə yaşıl rəngli olan zoğlardır. Yaz zoğu təbii qonur rənglidir. Qonur rəngli fotosintez etməyəcək. Yay zoğu fotosintez edəcəkdir bunlarda. Deməli, bunlarda yay zoğu gördüyümüz kimi budaqlanır gövdəsi. Fikir verin, budaqlanan, yəni gövdəyə malikdir yay zoğu, buğumlu gövdəyə malikdir. Hər buğumunun üzərində də pulcuq şəkilli yarpaqlar olur. Yay zoğu fotosintez edir, kökümsovunda ehtiyat qida maddəsi toplanır. Bax, bu yay zoğudur. Yarpaqlar yaşıl olduğuna görə fotosintez edir. Bu kökümsov hissədir. Bu fotosintez etdikcə bunda yaranan maddələr gəlir, burada toplanır. Sonra yay zoğu bu tərəf məhv olur. Bunu silək. Yay zoğunun deməli bu hissəsi məhv olur. Məhv olduqdan sonra bu kökümsovunda yəni üzərində yaz zoğu əmələ gəlir. Və yaz zoğu da hələ ki özü fotosintez edə bilmədiyi üçün buradakı kökümsov hesabına, yəni əvvəl yay zoğunun kökümsovunun ehtiyat qida maddələri hesabına qidalanmış olur. Deməli, yaz zoğulları inkişaf etdi yazda, fotosintez etmir, kökümsovlarda toplanmış ehtiyat qida maddəsinin hesabına qidalanır. Qonur zoğların təpəsində, baxın, fikir verin, qonur zoğların təpəsində spor daşıyan sümbülcüklər əmələ gəlir. Bu sümbülcüklərdə sporlar yetişir. Yetişmiş sporlar külək vasitəsilə ətrafa səpələnir. İndi planlara gələk. Əsasən iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkilərdir. Sancaq şəkilli plan ən geniş yayılmış nümayəndəsidir. Bir də bunu nəzərinizə çatdırım ki, sizdən soruşa bilər ki, qıcılarda, qatırquyruqlarda və planlarda neçə gövdə müxtəlifliyi var? Qıcılarda ancaq bir gövdə şəkil dəyişməsi, yəni bir gövdə müxtəlifliyi var. Nədir? Kökümsov. Yəni başqa heç bir forması yoxdur qıcılarda. Çünki ancaq yerüstü hissəsi yarpaqlardır, bir dənə gövdəsi var, o da kökümsov formadır. Deməli, bir dənə gövdə müxtəlifliyi var. Qatırquyruqlarda bəs vəziyyət necədir? Qatırquyruqlarda 3 gövdə müxtəlifliyi var. Bunlar hansılardır? Deməli, qatırquyruqda birincisi yeraltı hissə kökümsov. İkinci dik qalxan gövdəsi, yəni birinci kökümsov gövdə, ikinci dik qalxan gövdə, üçüncü budaqlanan gövdə. Yəni bir dənə qatırquyruğunun 3 cür gövdə forması oldu. Dik duran forması var, kökümsovu var və budaqlanandır. Üçü də gövdədir. Amma planlarda isə 4 cürdür. Niyə? O artan nə oldu planlarda? Gəlin baxaq. Deməli, sürünən gövdəsi var, baxın sürünür. Dik duran gövdəsi var. Baxın, sürünən dik duran, bunların da kökümsov gövdəsi var
və budaqlanan gövdəsi var. Gördüyümüz kimi sürünən gövdə, dik duran gövdə, kökümsov gövdə və budaqlanan gövdəsi mövcuddur. Bir çox növləri az saylıdır və qorunur. Bunlarda da, yəni bu sümbülcüklərdə deyək ki, sporlar yaranır, sonra dik duran gövdəsində yayda kiçik sarı sporlar yaranır. Ümumiyyətcə bunun belə az olmasına baxmayın. Yəni bu mövzulardan xırdalığına qədər test salırlar. Məsələn, bu cümləni belə sala bilərlər ki, Plaunun dik duran gövdəsində yayda kiçik və sarı sporlar yaranır. Sporları soruşa bilərlər formasını, necə kiçik və sarı sporlar yaranmış olur. Aha. Deməli, mayalama da həm qatır quyruğu, həm də planlarda qıclarda olduğu kimi suyun iştirakı ilə gedir. Əhəmiyyətinə gəldikdə, məhv olmuş qədim qıcı kimlərin qalıqlarında daş kömür yataqları əmələ gəlmişdir. Daş kömürdən yanacaq kimi istifadə edirlər, metal əritmədə istifadə edilən koks, anonim boyası, ətriyyat sənayesində istifadə olunan maddələr alınır. Həm də dərman bitkisi kimi istifadə edirlər. Təbabətdə qıcıların kökümsovundan, qurd xəstəliklərinin müalicəsində, çöl qatı quyruğundan isə börək xəstəliklərinin müalicəsində və qan kəsici kimi istifadə olunur. Bunları əzbərləsəz çox yaxşı olar, əzbərləməlisiniz. Çünki situasiyada yəni düşsə mütləq yazmalısınız. Mütləq burada tapşırıqlara da baxmalısınız. Belə. Gələn dərsdə sizə çılpaq toxumlar şöbəsini izah edəcəm. Əgər nəsə bir başa düşmədiyiniz hər hansı bir yer oldusa, şərhlərdə yaza bilərsiniz.